Salam, hər vaxtınız xeyir. Bugün sizlərlə kələm turşusunu necə hazırladığımı bölüşmək istədim. Qeyd edim ki, kələm turşusunu bir çox formalarda hazırlamaq olar. Mən bu formada xoşlayıram deyə bu formanı sizlərlə də bölüşmək istədim. Əvvəlcə 2-3 ədəd ağ kələmi götürürəm. Ağ və sıx kələm olmalıdır ki, turşumuz xırçıltılı və dadı qəşəng qalınsın. Videoda göründüyü kimi çox xırda olmamaq şərti ilə doğrayıram. Hamısını doğradıqdan sonra bir qaba əlavə eləyib, üzərinə çıxana kimi suyu doldururam, su yoxsu. Sonra isə bir gecə gözlədirəm ki, kələm özünü çotsun, xırçıltılı olsun. Səhərsi günü isə suyunu süzüb, süzgəcdən kələmin üzərinə isə 2-3 ədəd tyorkadan keçirilmiş kük, istiot, xar istiot, dəfnə yarpağı, şiüd əlavə eləyirəm. 2-3 xörək qaşığı da duz əlavə eləyib yaxşıca qarışdırıram. Kələmi oxalayıb yaxşıca qarışdırıram ki, biraz bərkliyib ölsün. 2-3 saat sonra isə başlayıram bir stəkan üzərinə üzüm sirkəsi də əlavə eləyib yaxşıca yenə qarışdırdıqdan sonra bankələrə doldurub suyu o yerdə saxlayıram, yaxal dənikdə ya da qaranlıq bir yerdə saxlaya bilərsiniz. Bir həftədən sonra açıb nuş edə bilərsiniz. İnanın, çox dadlı turşu alınır. Siz də hazırlayıb nuş edin. Mütləq hazırlayın. Videomu da bəyəndiyseniz bəyənməyi, like eləməyi unutmayın. Kanalıma da abunə olarsınız. Çox sevinərəm. Hələlik sağ olun.